Bugünkü dərsimiz İngiltərə 17 və 20-ci əsrin əvvəllərinə qədər olan dövrdə olan mövzudur. Başlayaq mövzuya. Digər Avropa dövlətlərindən fərqli olaraq İngiltərənin ictimai siyasi həyatında üstün yer tutan parlament ölkədə mütləqiyyətçi mərkəzləşməyə imkan vermədi. Parlament kral qarşılaması nəticəsində sonunda İngiltərə parlamentli monarxiyaya çevrildi. Bu da 17-ci əsrdə baş verəcək. İqtisadi sosial vəziyyətinə baxaq. 17-ci əsrin birinci yarısında aqrar ölkə olsa da ölkənin coğrafi mövqeyi beynəlxalq ticarət yolları üzrə yerləşməsi iqtisadi inkişafına şərait yaratmışdı. Kapitalizmin inkişafı feodal münasibətlərin çökməsini dərnləşdirirdi. Əmtəə pul münasibətlərinin inkişafı nəticəsində kəndlilərin dəbələşmə prosesi sürətlənirdi. Kənd burjuaziyası və muzlu işçiləri yaranırdı. Adada yerləşdiyi üçün təhlükəsizlik təmin edilmişdi. Müharibələrdən uzaq idi. Hətta son 100 ildə heç bir müharibə də etməmişdi. Şəhərlərin artması, kənddə kapitalist münasibətlərin inkişafı daxili ticarətin genişlənməsinə şərait yaratdı. Şəhər həyatı Fransa və İspaniyada nisbətən daha azad idi. Şəhər həyatı, yəni şəhər əhalisi. Sexlər şəhərlərdə sənaye inkişafına mane olurdu. Kəndlərdə isə sex məhdudiyyəti yox idi. Mərmər və yun istehsalı artması, Hindistanın pambığın gətirilməsi tacirlərin sərvətini artırmışdı. Zadəganların bir qismi ticarətlə məşğul olur, sənaye müəssisələri yaradır, gəmisinin inkişafına kapital qoyurdu. Yeni zadəganların meydana çıxması, mülkədarlar və burjuaziya ilə yeni zadəganlar ittifaqı inqilab ərəfəsində ölkənin sosial həyatının əsas xüsusiyyətlərindən biri hesab olunurdu. İndi burada bizə yeni olan iki söz var, yeni zadəganlar, yəni muzlu əmək tətbiq etmək ilə təsərrüfatı kapitalist hissəsinə təşkil edən təbəqə, bir də mahud sözüdür. Üst tərəfi keçə kimi sıx yun və yarım yun parça hesab olunurdu. Siyasi vəziyyətə baxaq. İri torpaq sahibləri və Anglikan kilsəsi federal mütləqiyyət qaydalarının saxlanmasına və hökmlənməsinə maraqlı idi. Siyasi cəhətdə mütləqiyyət ölkə olsa da Fransa və Avstriya üçün güclü deyildi. Parlament krala tabe olan şuralı orqan idi. Burjuaziya hökumətinin istehsal və ticarət sayəsində ailə şəxslərə insan hüququ saxlaması və ya satmasına narazı idi. Burjuaziyanı narahat edən amillərdən biri də hökumətin sex sənətkarlığını müdafiə etməsi idi və hökumət sex nizamına əməl olmasına ciddi nəzarət edirdi. Sex qaydalarını pozanlar isə cərimələnir və bu da büdcənin cərimələrindən biri hesab olunurdu. Hökumətin bu addımı sənaye və ticarətin inkişafına mane olurdu. Mahud mövcud vəziyyətdə narazı qalan burjuaz və yeni zadəganın iqtisadi imkanlarına arxalanıb məqsədlərinə çatmaq üçün mümkün hesab edirdilər. İqtisadi və siyasi inkişaf yolunda əsas maneə mütləqiyyət idi. İndi yenə iki söz var. Burada insahardır. Hər hansı bir xidmətin və məhsul istehsal satışına nəzarət edən bir şəxs və ya şirkətlər qrupuna verilməsidir. Yəni ona verilən bir addır. Sex sənətkarlığına baxsaq isə feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçı sənətkarlar və peşə təşkilatıdır. Yəni sənətkarların peşə təşkilatı hesab olunurdu. İnqilab ərəfəsində İngiltərədə sosial ziddiyyətləri kəskinləşdirən amillər var idi. Parlament və kral arasında münaqişənin yaranması və purtanların fəaliyyət göstərməsi idi. İndi Stuartların hakimiyyətə gəlməsinə baxaq, 1603-cü ildə 1-ci Ceymis Stuartların ilk hökmdarı olaraq hakimiyyətə çıxdı. Purtan təriqəti və parlament hüquqlarını məhdudlaşdırmağa çalışırdı. İspaniyaya qarşı mübarizədən imtina etmiş, nikah diplomatiyaları ilə İngiltərə İspaniya arasında yaxınlaşmaya kömək etmişdi. Ancaq bu dövrdə İspaniya dənizdə və müstəmləkə siyasətində İngiltərənin əsas rəqibi olaraq yenə qalmaqdaydı. Parlament əvvəllər kralın yeni vergi təyin etmə hüququnu qadağan etdiyi üçün kral parlamentin icazəsi olmadan yeni vergi təyin edə bilməzdi. Kral xəzinəni doldurmaq üçün başqa yollar axtarırdı. Mütləqiyyətin maliyyə siyasətinin xarakterik xüsusiyyətləri isə bunlar idi: ləğv edilmiş və vergi bərpası və yenidən tətbiqi, gömrük şoklarının artırılması. Dini vəziyyətə baxaq. Anglikan kilsəsi 16-cı əsrin birinci yarısında İngiltərədə kralın keçirdiyi reformasiya nəticəsində meydana gəlmişdi. Kral başçılıq edir, dövlət tərəfindən maliyyələşdirilir və bütün vəzifəli şəxslər kral tərəfindən təyin olunurdu. İndi burada purtanlar var idi. Purtanlar kimlər idi? Reformasiya nəticəsində meydana gəlmişdi. Anglikan kilsəsi kilsə quruluşunu tənqid edirdilər, bahalı ibadətlərin ləğvini tələb edir. Onun katolik əsərlərindən təmizlənməsini istəyir, yəni katolik qalıqlarından təmizlənməsini istəyirdilər. Feodal qaydalarının dayağı olsa da ucuz kilsə tələb etməsi, qənaətçilik və təsbihkarlığı təbliğ etmələri burjuaziya və yeni zadəganların mənafeyinə uyğun idi. Ölkədə tətbiq edildiyi üçün bir hissəsi təqib edildikləri üçün bir hissəsi Hollandiyaya, oradan da Amerikaya mühacirət etməyə, yəni köç etməyə məcbur qalmışdılar. Parlament və kralda müxalifət arasında mübarizə dini formada aparılırdı. İndi parlamentə baxaq. Hökumətin şəxsiyyət azadlığını pozmasına etiraz edirdilər. Parlamentdə müzakirə edilən əsas məsələ ölkənin siyasi sistemindən parlamentin rolu və kral hakimiyyəti ilə parlament səyahətlərinin nisbi məsələsidir. Stuart sonrasının ilk hökmdarları mütləqiyyətin möhkəmləndirilməsi və onun parlamentdən asılı olmamasına çalışırlar. Buna görə də onlar bir neçə dəfə parlamenti buraxmışdı. Stuartlar purtanlığa nifrət edirdilər. Bu zaman isə müxalifət nə idi? Hökumətin katolik İspaniyası və Fransası ilə yaxınlaşmasından narazı idilər. Əsas məqsədi İngiltərənin parlamenti monarxiyaya çevirmək idi. Onların purtanlıq ilə sosial etiraz hərəkatının eləcə də müxalifətin Anglikan kilsəsinə və mütləqiyyətə qarşı mübarizəsinin ideoloji əsasını təşkil edirdilər. Daha sonra İngiltərədə burjua inqilabının başlanmasına baxaq. 1640-cı ildə təsadüf eləyir. 30 illik müharibə nəticəsində Avropada mürəkkəb siyasi vəziyyət yaranmışdı. Bir sıra ölkələrdə İngiltərədə üsyanlar və vətəndaş müharibələri baş vermişdi. İngiltərədə bu hadisələrin əsasını ölkənin idarə olunmasına kral və parlament arası ziddiyətlər dayanırdı. 1-ci Jamesdən sonra taxta çıxan 1-ci Karl, yəni 1-ci Charles 1625 və 1649 hakimiyyətdə olmuş, tezliklə parlamenti buraxdı. Lakin Şotlandiya müharibəyə xərclənən
xəzinəni doldurmaq üçün yeni vergiyə təyin etməkdə ötürüb 1-ci Charles 1640-cı ildə parlamenti yenidən çağırdı və bu parlament 1640 və 53-cü ildə fəaliyyət göstərdiyi üçün uzunmüddətli parlament adını aldı. Krala tabe olmayan uzunmüddətli parlament fəaliyyətə başlaması İngiltərədə burja inqilabı kimi nəzərə alınırdı. İnqilab zamanı ölkə parlament və kral tərəfdarlarına bölmüşdü. Parlamentin alt qanunverici və icra hakimiyyəti özündə cəmləşmişdi. Parlamentdə burjuaziya və yeni zadəganlar həlledici rol oynayırdılar. Uzunmüddətli parlamentin islahatlarına baxaq, siyasi məhbusların azad edilməsi haqqında qərar qəbul edildi. Kralın da idarəsindən asılı olmayaraq 3 ildən bir parlamentin çağırılması haqqında qərar qəbul edildi. Vətəndaş müharibəsinə baxaq, 1642, 46 və 48-ci illərdə parlamentin islahatı ilə barışmayan kral 1-ci Charles, yəni 1-ci Karl, parlamentin bir neçə deputatların həbs olması haqqında göstərişlər verdi. Lakin xalq parlamentin müdafiəsinə qalxdığı üçün kral deputatları həbs etdirə bilmədi. Bu hadisə kral və parlament arasında qarşıdurmanı artırdı və nəticədə 1642-də parlament müharibə elan olundu. İngiltərədə vətəndaş müharibəsi inqilab kimi də tanınırdı. Müharibənin əvvəllərində parlament üçün aşağıdakı nəticələr oldu və uğursuz nəticələr oldu. Parlament ordusunun kral ordusu zəif olması və parlament ordusunun əsasən muzlu əsgərlərdən və könüllərdən ibarət olması idi. Orduda intizamın müntəzəm təşkilat və təchizat zəif olması, orada rəhbərlik edən purtanların, yəni orta səsi zümrənin xalqdan qorxduğu üçün kralı məğlub etməyə çalışmaması idi. Barışmağa meyilli olan mötədilər kral danışıqlara başladı. Purtanlar kral ordusunun buraxılmasına kilsə silahdan keçirməsini tələb etdilər, lakin kral həmin tələbləri qəbul etmədi. Hərbi şey yaxşı bilən Oliver Cromwell parlament ordusunun başçısı təyin edildi və 1645-də parlamentin qəbul etdiyi qərara əsasən Cromwell kəndlilərdə və sənətkarlardan ibarət tümənlərə bölünmüş müntəzəm maliyyə sistemi olan yeni tipli ordu yaratdı. Parlamentin ordusu könüllülük bilimsel əsaslarına təşkil olunmuşdu. Tezliklə bu tədbirlər nəticəsində müharibənin gedişi parlamentin xeyrinə dəyişdi və 1645-ci ildə baş verən Neyzbi döyüşündə parlamentin ordusu kral qüvvələrini məğlub etdi və 1646-cı ilin yayında kral Şotlandiyaya qaçdı, lakin Şotlandiya böyük mənbələr qarşısında onu İngiltərə parlamentinə təslim etdi. Belə ki, 1642 və 46-cı ildə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə başa çatdı. Kral parlamentin üstü ilə barışa bilmədiyi üçün 1648-ci ildə ona qarşı üsyan etdi. Belə ki, ölkədə 2-ci vətəndaş müharibəsi baş verdi. Bu müharibədə kralın müttəfiqi Şotlandiya idi, lakin 2-ci vətəndaş müharibəsində kral məğlub oldu yenə və parlament vətəndaş müharibəsinə qalib gəldikdən sonra müzakirə edilən məsələlərdən biri də aqrar məsələ idi. Aqrar məsələnin əsası nə idi? Uzunmüddətli parlament ruhanilərin kral və kral tərəfdarlarının torpaqlarının müsadirə olunması haqqında qərar qəbul etdi. Müsadirə edilmiş torpaqların böyük sahələrlə satışa çıxarıldı. Torpaqlar əsasən burjuaziya və ordu zabitlərinə satıldı. Belə ki, kəndlərin torpağa görə zadəganlar asılılığı saxlanıldı. Torpaq kəndlərinin mülkiyyətinə çevrilmədi. Torpaq məsələsi burjuaziyanın və yeni zadəganların xeyrinə həll edildi. Səfərləmə rəsmi şəkildə icazə aldı və parlamentin maliyyə siyasəti əvvəlki kimi xalqın mənafeyinə zidd idi. Borcları ödəmək üçün parlamentin vergiləri artırdı, lakin parlament xarici ölkədə ticarət edən şirkətləri müalicə etmək üçün onların gəlirlərinə toxunmadı. Yəni şirkətlərə toxunmadı. 1649-da İngiltərədə xalqın tələbi ilə kral məhkəməyə verilərək edam edildi. Kral hakimiyyəti və Lordlar Palatası ləğv olundu. Kral hakimiyyətinin ləğv olunması Stuartlar sülaləsinin hakimiyyətinin birinci dövrün sonu kimi nəzərdə götürülür və İngiltərə Respublika elan olundu. Bu dövrdə 1649-53-cü illərə əhatə ediləcək. Respublika dövründə İngiltərə idarəetmə sistemi belə idi. Parlament ali qanunverici orqan idi. Parlament bir palatalı və ölkəni idarə edirdi. Dövlət şurası icra hakimiyyəti funksiyasını yerinə yetirirdi. Parlamentdə və dövlət şurasında burjuaziya və yeni zadəganlar sürücü təşkil edirdi. Respublikanın daxili və xarici siyasətində bu təbəqənin markalarına xidmət edirdi. İndi İngiltərə Respublikası daxili siyasətində və xarici siyasətində ayrı-ayrı baxacağıq. İndi birinci daxili siyasətinə baxaq. Respublika dövründə hökumətin iqtisadi tədbirləri nəticəsində burjuaziyanın və yeni zadəganların iqtisadi imkanları artdı. Bu dövrdə qəbul edilən qanunlar İngiltərədə qadağan edilmişdi. Yəni nələr qadağan edilmişdi bu dövrdə qanunlar? Xaricdən ölkəyə yun və ipək parça gətirilməsi, ölkəyə və onun müstəmləkələri məhsullarına İngiltərə gəmilərindən başqa gəmilərlə malın gətirilməsi. Bu qanun əsasən Hollandiyaya qarşı yönəlmişdi. Çünki Hollandiya İngiltərədən irəli idi və İngiltərə xarici siyasətdə Holland gəmilərindən geniş istifadə edirdi. Odur ki, İngiltərə ticarət müstəmləkə rəqabətində qalib gəlmək üçün güclü donanma yaratmağa başladı. İndi xarici siyasətə baxaq. İngiltərə xarici siyasətində Respublikanın iqtisadi maliyyə imkanlarını, onun beynəlxalq nüfuzunu artırırdı. Bu zaman İspaniya və Fransa İngiltərə müstəqilini tanıdı. İngiltərə Hollandiya və Portuqaliya aparılan müharibədə qalib gələrək onları da öz müstəqilliyini qəbul etdirdi. O Cromwellin başçılıq etdiyi, Oliver Cromwellin başçılıq etdiyi İngiltərə ordusu İrlandiyaya işğal etmək üçün onun kapitalizm üçün şərait yaratmaq məqsədilə hərbi əməliyyatlara başladı və bu əməliyyat nəticəsində İrlandiya 1649-cu ildə işğal olundu. İrlandiyanın işğalı burjuaziyanın və yeni zadəganların daha da varlamasına imkan yaratdı. Eyni zamanda İngiltərə ordusunun xarakterinin dəyişikliyə səbəb oldu. Belə ki, inqilabçı ordu işğalçı orduya çevrildi. İngiltərə İrlandiyaya eyni vaxtda Şotlandiyada işğal edərək özünə tabe etmiş oldu. Və bu da Respublikanın siyasəti xalqın mənafeyinə ziddir. Ona görə
17-ci əsrin 50-ci illərdə İngiltərə əhalisi respublikaya olan inamını tamamilə itirdi. Bu dövrdə baxacaq ticarətin zəifləməsi, sənayedəki durğunluq işçinin sayının artmasına səbəb oldu. Kənd təsərrüfatı məhsullarının istehsalı azaldı, ərzaq məhsullarının qiyməti artdı, ordunun saxlanılması üçün xərclər artırıldı. İndi Oliver Cromwell'in Lord Protektorluq dövrünə baxaq 1653-60-cı illərdə. 1653-cü ildə Cromwell'in başçılıq etdiyi ordu rəhbəri ilə parlament arasında ziddiyyətlər kəskinləşdi. Uzun müddətli parlament ölkədə tam hakimiyyəti iddia etdiyi üçün seçkilər qeyri-müəyyən müddətə təxirə salınmışdı. Ordu rəhbərliyi və silahlı qüvvələr möhkəmləndirmək hakimiyyətini qorumaq üçün 1653-cü ildə Oliver Cromwell vəziyyətindən istifadə edərək hərbi çevriliş etdi və bu çevriliş nəticəsində uzun müddətli parlament buraxıldı. Cromwell Lord Protektor elan olundu, İngiltərə Respublikası süqut etdi və ölkədə hərbi diktatura quruldu. 1653 və 1660-cı ilə kimi 58-də kimi Cromwell olacaq və 2 ildə Richard Cromwell yəni oğlu olacaq, sonra isə süqut edəcək. İngiltərədə Lord Protektorluq dövründə real hakimiyyət hərbi diktator Cromwell'in əlində idi. Cromwell ölkəni generalların köməyi ilə idarə edirdi. Ölkədə siyasi vəziyyət gərgin idi. Kəndlər protektorun, yəni başçının Agar Qanvezdən narazı olub, vergilərin azaldılmasını, çəpərləmənin dayandırılmasını və qadağan olmasını istəyirdi. Xalq diktatoriyaya qarşı dini, siyasi və silahlı formada mübarizə apardı. Diktator rejimi ölkədə hər tür narazılığın qarşısını amansız salırdı. Qeyd edək ki, Cromwell katoliklərdən başqa bütün xristianlar üçün dini dözümlülük tərəfdarı idi. Puritan etiqadına görə günah hesab edilən teatr, rəqs və idman fəaliyyəti qadağan edilmişdi. Protektorat ölkədə sosial və siyasi sabitlik təmin etdi. Oliver Cromwell vəfatından sonra, yəni 1688 diktatura rejimi zəiflədi və bu zaman hakim dairələr vəziyyətdən çıxış yolu üçün 1660-cı ildə ölkədə monarxiyanın bərpa edilməsini üstün gördülər və Stuartların restavrasiyası, yəni bərpa dövrünə baxaq 1660 və 1688-ci il. 1660-cı ildə yenidən fəaliyyətə başlayan parlament özünü ilk qərarı ilə birinci Charles'ın oğlu, ikinci James'i taxta çıxartdı. İkinci James taxta çıxması ilə İngiltərə Stuartlar sonrasının hakimiyyəti yenidən bərpa edildi. Parlament ikinci James səlahiyyətlərini bölüşdürməsi üçün digər vədlər və hakimiyyətə gətirmişdir. Buna görə də ikinci James hakimiyyətə gətirərkən bəyannamə ilə çıxış edərək bildirmiş ki, inqilab işləsələri əfv ediləcək, etiqad azadlığı və inqilab dövründə ələ keçirilmiş torpaqların toxunulmazlığı təmin ediləcəkdir. Lakin bu kral bu vədləri əməl etmədi və 1685-ci ildə vəfat etdiyi üçün onun yerinə oğlu ikinci James, o ikinci Charles'dır, bu ikinci James, yəni hakimiyyətə gələcək 1685 və 1688-ci ildə hakimiyyətdə olacaq. Köhnə kitablarda bunun adını ikinci Karl verirlər, ona görə ikinci Karl deyildim bayaq. İkinci James ölkədə katolik mütləqiyyət rejimini yaratmaq istəyirdi, lakin İngiltərədə artıq mütləqiyyətin və katolikliyin sosial bazası yox idi. İkinci James'in katoliklərin Anglikan küçəsinə yüksək vəzifədə təyin etməsi, yepiskopların bir qism müxalifətin tərəfinə keçməsi və onun təcrid olunmuş vəziyyətə düşməsinə səbəb oldu. Burjuaziyanın yeni zadəcanların mövqeyinin möhkəmlənməsi parlamentin siyasi müstəqilliyinin artmasına təmin etdi və parlament kralın mütləqiyyəti bərpa etməsi təhdidilə barışmaq istəmirdi. Və indi biz şanlı inqilabdan danışacağıq. 1688-də baş verdi bu. Stuartların katolik təriqətini yaymağa çalışması yenidən kralla parlament arasında münaqişəyə səbəb oldu və buna görə də İngiltərə əsas rəqibi olan İspaniya, Fransa dini olduğu üçün torpaq sahibləri etiraz edirlər ki, katolikliyin bərpası nəticəsində kilsə onların torpağını geri istəyəcək və xalqı da dini tədbirlərin bərpasına etmana narahat edirdi. Vətəndaş müharibəsinin qarşısını almaq üçün bir qrup İngilis zadəcanları kralın protestant kürəklərini Hollandiyalı Oranlı Wilhelm ordu ilə Londona gəlmiş hökumət dəyişməyə, protestantlığı qorumağa çağırdı və bunu ondan xahiş etdi. Belə ki, 1688-ci ildə zadəcanların hakimiyyət çevrilişi nəticəsində İngiltərə Stuartlar sonrası hakimiyyəti başa çatdı. Oranlı Wilhelm hakimiyyətə gətirildi. Dinc yola baş verdiyi üçün bu tarixdə şanlı inqilab adını almışdı. Oranlı Wilhelm 1688-1703-cü ildə hakimiyyətdə olacaq. Parlament sərbəst fəaliyyətini təmin etməyi vəd etmişdi və Oranlı Wilhelm dövründə 1689-da parlamentdə hüquqlar haqqında bir qəbul olundu. Bir nə idi? Anglo-Sakson, yəni Anglo-Saks hüquq sistemini qəbul etmiş ölkələrdə hökumətin və ya parlament üzvlərinin qəbul etdiyi qanun layihəsidir. Hüquqlar haqqında bilə əsasən isə parlamentdə qanunlar qəbul etmək, vergi toplama hüququ verildi parlamentə. Yalnız kral parlamentin razılığı ilə ordudan istifadə edə bilərdi. Kral qanunlara veto qoyma hüququnu itirmişdi və kral ölkəni parlamentdə birlikdə idarə etməli idi. Bununla da İngiltərədə parlamentin monarxiya idarə sistemi bərqərar oldu. Belə ki, hüquqlar haqqında bilə əsasən İngiltərədə parlament tərəfindən kral hakimiyyəti məhdudlaşdırıldı. Hüquqi dövlətin əsası qoyuldu. Hakimiyyətin tanrı tərəfindən verilməsi prinsipinə zərbə vuruldu. Hüquqi dövlət nə idi? Vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu, eyni zamanda qanunun üstünlüyünə əsaslanan dövlət forması idi. Və 1707-ci ildə İngiltərə Sosialistlər arasında parlamentlər birləşdirərək Birləşmiş Krallıq yaratmaq haqqında qərar qəbul etdilər və bu da Böyük Britaniya adlanmağa başladı. İngiltərə inqilabı nəticələrinə baxsaq, mütləqiyyət zəiflədi, kapitalizm inkişafı sürətləndi. Stuartların bərpası
müvəqqəti oldu və ölkədə baş vermiş dəyişikliklərin hamısını ləğv edə bilmədi. 1688-də hakim dairələr tərəfindən çevriliş amansız həyata keçirilməsi nəticəsində müddətli zəifləməsi və bilavasitə bağlı idi. Ölkədə kapitalizmin inkişafı sürətlənməsi isə inqilab və 1688-də çevriliş nəticəsində burjuaziya və yeni zadəcanların siyasi hakimiyyətin ələ keçirilməsi nəticəsində aqrar çevriliş baş verdi. Dövlətin iqtisadi vergi siyasəti və müstəmləkə işğalları özünü açıq bir üzə verirdi. İndi 18-ci əsrdə İngiltərədə maarifçilik əsas nə idi? Məsələn, burada burjuaziya inqilabından sonra formalaşmışdı. İngiltərə dövlət quruluşuna bəraət qazanmağa yönəlmişdi və şanlı inqilabı əsaslandırılırdı. Elmin, ideoloji və mədəniyyətin inkişafına kömək edirdi və baxışları mühtəlif xarakter daşıyır, kilsə və feodal qaydalara şiddət tənqid etmirdilər. İndi maarifçilərin əsas işləri o idi. İndi aqrar çevrilişə baxaq. 16-cı əsrdə İngiltərə zadəganların kəndlərin torpağın səpələmələri nəticəsində kəndlər torpaqlıqlaşdı, manufakturalarla ucuz işçi qüvvələrinə çevrildilər və aqrar inqilab, aqrar çevriliş başlanmış oldu. Əsasən burada nəyə baxacaqdı? Aqrar çevriliş nəticəsində iri torpaq sahibləri genişləndi və möhkəmləndi. Lordlar öz torpaqlarında yeni zadəganlar burjuaziya icarəyə verir. Təsərrüfatlarından muzlu əməkçilərin yeni texnika və səmərəli əkinçilik üsullarından istifadə edirdilər. Bununla yanaşı xaricdə xüsusilə qul ticarəti və müstəmləkədə əldə edilən vəsait ölkənin böyük mənfəət gətirir və bu da sənayeyə sərf olunurdu. İndi sənaye çevrilişinə baxaq. Sənaye çevrilişinə nə deyilir? İngiltərə sənaye çevrilişi demək kapitalizm münasibətlərinin inkişaf etməsi aqrar çevrilişi nəticəsində sənaye üçün işçi qüvvələrinin artmasına gətirib çıxartdı. Dövlətin iqtisadiyyatı himayə etməsi və ölkənin əlverişli coğrafi mövqeyi, onunla adada yerləşməsi nəticəsində uzun müddət daxili və xarici müharibələrin olmaması, müstəmləkələr ələ keçirdiyin xam mallar nəticəsində isə satış bazarına sahib olması buna belə deyək, əsas zəmin oynayan bir hal idi. İndi buxar maşına baxaq, sənaye çevrilişinin ələməyinin əsaslanan manufakturların bir iri maşın istehsalına keçid ifadə olunan belə deyək, texniki, iqtisadi və sosial siyasi dəyişikliklər sistemidir. Artıq yəni ələməyindən maşınlı sistemə keçilir və 1860-cı ildə İngiltərə sənaye çevrilişi başladı. İngiltərə sənaye çevrilişi ilk olaraq yüngül sənayedə toxuculuq sahəsində başladı. Çünki bu sahədə maşın tətbiqi çoxlu xəst tələb etmirdi və qısa müddətdə yüksək qazanc əldə etdirirdi. Və 1784-də İngiltərədə buxar mühərrikinin kəşfi sayəsində çevriliş təkan verdi və beləliklə sənaye çevrilişi dünyada ilk dəfə İngiltərədə həyata keçirildi. Buxar mühərrikindən istifadə məhsuldarlığı artırdı və sənaye çevrilişi nəticəsində burjuaziya və fəhlələr cəmiyyətinin əsas təbəqələrinə çevrildilər. İndi Böyük Britaniya 19 və 20-ci əsrin əvvəllərinə baxaq. Siyasi vəziyyət necə idi? Parlament istatlarını görəcəyik burada. 19-cu əsrdə siyasi quruluşu əvvəllər olduğu kimi parlamentli monarxiyadır. Ölkədə bir-iki siyasi partiyalardan biri seçkidə qalib gəlir və hökumət təşkil edirdi. Bu partiyalar hansılar idi? Mühafizəkarlar partiyası, bir də liberallar partiyası var idi. Sənaye çevrilişinin başa çatması, iqtisadi inkişafın sürətlənməsi və müstəmləkələrin istismarı ilə ölkədə sənaye burjuaziyasının mövqeyi gücləndi. Lakin parlament islahatdan əvvəl siyasi hakimiyyəti hələ də iri torpaq sahiblərinin əlində idi. Bu zaman burjuaziya sosial narazılıqları öz mənfəətlərinə uyğun istifadə edir, azad ticarət siyasətinin keçirilməsini tələb edirdi. Bu mübarizə nəticəsində ölkədə parlament islahatları keçirildi. İndi parlament islahatları hansılardır islahatları? Biri 1832-ci ildə birinci parlament islahatıdır. Sənaye burjuaziyasının hakimiyyətə təmsil olunmağa başlaması. İkincisi isə 1867-ci ildə baş vermişdir. Xırda burjuaziya fəhlələrin yuxarı sinfi seçki hüququ əldə etmişdir. İndi 19-cu əsrin əvvəllərində İngiltərənin iqtisadi vəziyyətinə nəzər yetirək. Sənayenin inkişafına görə dünyanın rəvaçlı ölkələrindən biri hesab olunurdu. Maşini istehsalat tətbiqinin genişləməsi nəticəsində sənaye çevrilişi başa çatmışdı. İqtisadda üstünlük kənd təsərrüfatı sənayesinə keçmişdi. Xırda və orta müəssisələrin rəqabətə davam gətirə bilməməsi və iri müəssisələrdən daha da böyüməsi nəticəsində istehsal təmərküzləşdi, yəni bir vahid bir əldə cəmləşdi. Sənaye istehsalının həcminə görə dünyada öndə idi, dünya əməliyyat xassələri rolunu oynardı. Müstəmləkələrdən çoxlu xam malın gətirilməsi və iri sənaye müəssisələrinin yaradılması iqtisadi inkişafı sürətləndirdi. Və 1825-də dünyada ilk dəfə ilk dəmir yolu çəkilişi sənayenin inkişafına böyük rol oynadı. Təmərküzləşmə nə idi? Sənaye və müxtəlif sahələrin iri müəssisələri şəklində birləşməsi hesab olunurdu. Və 19-cu əsrin ikinci yarısına baxsaq artıq Britaniyada güclü ticarət donanması var idi və dünya bazarında ağırlıq edirdi. Xaricdə kapital qoyuluşuna görə rəqibi hətta yox idi. Və bu dövrdə İngiltərədə iqtisadiyyatın xarakteristik cəhətlərindən biri də müstəmləkələrdən gələn kənd təsərrüfatı mallarının asılılığı idi. Bu isə kənd təsərrüfatına ağır zərbə vururdu. 1806-cı ildə Fransanın tətbiq etdiyi kontinental blokada İngiltərədə məhsul istehsalı və xarici ticarətə qismən mənfi təsir etdi. Bu zaman müstəmləkələrin imkanlarından istifadə edərək İngiltərə qita blokadasının təsirini azaltdı. Lakin qita blokadası Fransa məğlub olması nəticəsində Avropa və dünyada İngiltərə mövqeyini daha da möhkəmləndirdi. İngiltərə Fransaya qarşı koalisiyaya iştirak etdiyi vaxtdan onunla müharibələr apardı və Fransa dünya ticarətində müstəmləkə siyasətinin İngiltərə əsas rəqibi idi. Buna görə də İngiltərə Fransa müharibə yolu ilə zəiflətməyə çalışırdı. Bu müharibələr dövlət borcları və vergi artmasına səbəb oldu və İngiltərə sənayesinin və ticarətin inkişafına təkan verdi. Almaniya birləşdirilməsindən sonra, yəni 1871-ci ildə dünya bazarında rəqabət gücləndi. Nəticədə İngiltərə sənaye məhsullarının istehsalına görə dünyada ABŞ və Almaniyadan geri qaldı.
bir-birini əvəz edən mühafizəçilər və liberallar partiyası hakimiyyət dövründə daha da tərəfdar toplamaq üçün ölkə vəziyyətindən çıxarmağa çalışır. Ölkəyə idxal olunan məhsulların məhdudiyyəti qoruyurdu. Bu dövrdə liberalların apardığı siyasət nəticəsində İngiltərə və onun müstəmləkələri Almaniya məhsul idxal etməyə məhdudlaşdırdı. İndi 20-ci əsrin əvvəlində Böyük Britaniya baxaq, dünyanın ən güclü, ən zəngin ölkələrindən biri idi. Paytaxt London şəhəri dünyanın ticarət və maliyyə mərkəzinə sevilmişdi. İngilis valutası dünya bazarlarında əsas pul vahidı kimi qalmaqda idi. Sənədə yeni sahələr inkişaf etmişdi. Kapital xərclər ticarət dövrəsinə görə dünyada birinci yerdə idi, lakin sənayenin istehsalına görə isə ABŞ və Almaniyadan geri qalırdı. İndi Böyük Britaniya müstəmləkə siyasətinə baxaq. Dünya ticarətinin və qitələr arası müstəmləkə uğrunda mübarizədə İngiltərə əsas rəqibi Fransa idi. Yaxın Şərqdə isə Rusiya idi. Ona görə də İngiltərə Fransa əleyhinə koalisiya iştirak edərək onu zəiflətməyə çalışırdı. Avropada aparılan müharibələr Fransanın məğlub olması nəticəsində İngiltərənin dünya mövqeyini daha da möhkəmləndirdi və 19-cu əsrdə İngiltərə dünyanın ən çox müstəmləkəyə sahib olan imperiyasına çevrildi. Onun üzərində heç vaxt günəş batmayan imperiyada adlandırmışdılar. İngiltərə əsas müstəmləkələrdə əsas yeri Hindistan tuturdu. İngiltərə üçün Əfqanistanın işğalı uğursuz olsa da 19-cu yüzillikdə ortalarda Hindistanın işğalını başa çatdırdı və Çin isə yarım müstəmləkəyə çevirə bildi. Yaxın Şərqdə Osmanlı İmperiyasının ərazi bütövlüyünü müdafiə etmək üçün onu özünə tabe etmək istəyirdi və Krım müharibəsində Rusiya məğlubiyyəti İngiltərənin Osmanlı üzərində mövqeyini daha da gücləndirmişdi. İngiltərənin iqtisadi əlaqələrin genişləməsi nəticəsində bir sıra müstəmləkələri, yəni əldə olan müstəmləkələr dominion hüququ aldı. 1867-ci ildə qəbul edilən Aktasiyası İngiltərə Kanadaya dominion hüququ verdi və beləliklə Kanada İngiltərənin ilk dominionu oldu. 1980-ci ildə İngiltərə Misri işğal etdi, Artıq 19-cu əsrin sonlarında isə İngiltərənin ən böyük imperiyasına çevrilmişdi. İndi İngilis Bur müharibəsinə baxaq, 1899 və 1902-ci ildə baş verən müharibə. Səbəbi İngiltərənin Cənubi Afrikada öz müstəmləkəsini genişlətmək istəyi idi və dominion nədir? Birinci ona baxaq. Böyük Britaniya imperiyasının tərkibində İngilis kralının dövlət başçısı kimi tanıyan və özünü idarə etmə hüququ olan müstəmləkə ölkələrinə deyilirdi. Bunlar isə Avropadan Cənubi Afrikaya köçüb gəlmiş Avropalıların nəsilləri hesab olunurdu. Müharibə nəticəsində İngiltərə qələbə qazanaraq bütün Cənubi Afrikanı işğal etdi və başa çatdırdı və 1910-cu ildə işğal etdiyi Cənubi Afrika İttifaqını, yəni CAR-ı yaratdı, ona isə dominion hüququ verdi. İndi Antanta yaranmasına baxaq. 20-ci əsrin əvvəllərində dünyanın bölüşməyə uğrunda İngiltərə və Almaniya arasında münasibətlər kəskinləşdi. Bu rəqabətdə İngiltərə Fransa ilə yaxınlaşdı. Fransa Misirdə İngiltərənin ağalını, İngiltərə isə öz növbəsində Marrakeşin Fransa tərəfindən işğalını tanıdı. 1907-ci ildə Peterburqda İngilis-Rus sazişi imzalanması ilə İngiltərə, Fransa və Rusiyadan ibarət Antanta siyasi ittifaqı yaradılması başa çatdı. Antanta nə idi? Səmimi saziş mənasını verirdi. Fransız dilində saziş deməkdir və Almaniya onun müttəfiqlərinə qarşı yaradılmış bir təşkilat idi. Siyasi və hərbi bir birlik idi. Bu İngiltərənin ərazisidir. Sağ tərəfə baxaq. Bura Şotlandiyanın ərazisidir. Bura İrlandiyadır. Şimali İrlandiya olur. Daha sonra biz onu keçəcəyik. Şimali İrlandiya olacaq. Bu isə Wales ərazisidir və bu isə İngiltərənin öz ərazisi hesab olunur. Hamısı birlikdə Böyük Britaniya adlanır və Böyük Britaniya yaradılmasına biz bayaq bildik. 1707-ci ildə Şotlandiya və İngiltərə parlamentlərinin birləşməsi nəticəsində meydana gəlmişdir. Yəni bu kiçik ada dünyanın çox ölkəsini, çox ərazisini tutmuşdu və bayaq dediyimiz kimi üzərində günəş batmayan dövlət hesab olunurdu. Mərkəz London şəhəridir. London cənubdadır və dünyanın 19-cu əsrin sonlarında və ikinci yarısında dünyanın maliyyə mərkəzi kimi qələmə verilmişdir. Ümidvaram dərs sizin üçün maraqlı olar, biraz geniş mövzudur, amma əsas yerləri burada vurğuladım. Oxuyarsınız, baxarsınız, istifadə edərsiniz. İnşallah sizin üçün xeyirli olar.